Ne bişirimsən? Heç nə ata. Heç nədir. Bilmirsən ağız gəlməm çöldən? Qaza borcumuz var deyə kəsiblər. Mən də azım heç nə yeməmişəm ata. Oo, hər şeydə verəcək bir cavabım var. Qaz gəlmir, vaxtında eləmək lazım idi onu. Yenə yazır. Törə verəcək bu yazı sənə. Hə? Törə verəcək bu sənə. Törə verəcək. Anan da yazırdı da bütün günü. Harada dindi? Ölüb, yoxdur. Anam vaxtında ölüb getdi elə, birindən canımı qurtardı. Anamın adını çəkmə. Ne dedin? Cevap qaytarsan sen mənə. Ne sen hoş gün gördün ne de ben. Ama Allah'a çok şükür. Seni utandıracak hiçbir şey eləmədim bugüne kimi. Sənin yokluğu hiss elədiyim gündən özümə söz verdim ki, canımı götürüb çıxacağım o evdən. Ali məktəbə yüksək balla daxil olub, birinci yerine bitirdim. Ve yavaş yavaş öz işimi qurdum. Qəyiş arasındadır ki, mən bunu ailə quraraq yoxmamı öz gücümə bacardım. Kar sən də bu anlarıma şahid olardın. Onun ruhu her zaman seninledir kızım. Hansı üzrə gəlmişsən sən bura? Nə üzrə çıxmısan qarşıma? Mən əvvəlki mən deyiləm kızım. Çox dəyişdim. İş qadını olmuşsan. Anan görsəydi, sən də fəxr edərdi. Sənə yazığım gəlir sadəcə. İçkini, kumarı, sən həmişə bizdən çox sevdin. Özün də bədbəxt elədin bizi də. Sənə demirəm ki, məni bağışla. Sadəcə mənə qızım kimi davran, bəsimdir. Sənə görə anam xoş gün görmərən getdi bu dünyadan. İndi utanmadan qarşıma çıxıb danışsan. Sənin mənim adımda qızın yoxdur. Atam olduğun üçün nifrət edirəm sənə. Bugün də buradayım. Narahat olma.